İmtahan tipli testlərinizə ilə davam edirəm. Baxıram 8-ci testimizə modal feil testləri çox diqqətli olaq. Baxın uşaqlar, hadn't to deyə bir şey yoxdur. Biz bilirik ki, have to, has to, had to-dan başqa bütün modal feillərin sualı və inkarı özləri ilə düzəlir. Yəni hadn't to, hasn't to və haven't to da do does diddən istifadə edirik. Baxın didn't have to olsaydı düz olardı. Burada da didn't have to olmalıydı, yanlışdır. Ought-dan sonra to işlənir, to be able to ilə işlənir. Deməli cavabımız olduğu cəbəndi. Baxıram 9-cu testimizə. Yerli çal istəyir. Yerli çal nə idi? Ya apostrof s ya da s apostrofdan sonra isim işlənməlidir və yaxud da oflu birləşmələrə baxmalıyıq. Baxın uşaqlar, burada the all's natural habitat. Baxın apostrof işlənibdir, özündən də sonra isim işlənibdir. Heç bir problem yoxdur, deməli düzgündür. Amma baxın there is, there was bunlar iyəli hal sayılmır. Görürsünüz, to be going to birləşmədir, iyəli hal deyil. To be eager to birləşmədir, iyəli hal deyil. To be fond of yenə də bəzi feillərimiz var ki, to be ilə işlənir. Bunları artıq əzbər bilməlisiniz. Bunlar iyəli hal sayılmır. Baxın burada of vardı, sizə çaşdıra bilər ki, bəs oflu birləşmə. Bu o of deyil. Bu yəni to be fond of'un birləşmənin ofudur. Ona görə bunlar iyəli hal sayılmayacaqdır. Bunları artıq əzbər bilmək lazımdır. Düzgün oldu, A bəndi. Baxıram 10-cu testimizə. Baxın uşaqlar, dən var müqayisə dərəcəsini göstərici. Müqayisə nə idi? More. Burada ya B bəndidir, ya da C bəndidir. Nöqtələrdən sonra isim yoxdur ki, isim yoxdursa mən artıq article istifadə edə bilmərəm. Article ismə aiddir. Deməli cavabımız oldu, C bəndi. Baxıram 11-ci testimizə. Siz nə idi? İndiki bitmiş zamanın göstəricisi. O da olacaqdır. İndiki bitmiş zaman haven't talked. Daha sonra baxıram 12-ci testimizə. Passive voice-a çevirməliyik, yəni mənsup növə. Onda nə edirdik? Yəni tamamlığımızı, tamamlıq da 3-cü sırada gəlirdi. Police catch a lot of criminals. Deməli tamamlığımızı tapdıq. Deməli a lot of criminals gəlməlidir mübtəda yerinə. Ona görə polisi ələdim. Cümləmiz hansı zamandadır? İndiki sayda zamandadır. Were-ü də ələdim. Cümləmizdə have yoxdur ki, düzdürmü? Mən də have istifadə edə bilmərəm onun üçün. Onu da ələdim, ya B bəndidir, ya da D bəndidir. Are been, was been, were been deyə bir şey yoxdur. Görən kimi həmin variantı ələyin. Düzgün cavabımız oldu, B bəndi. Baxıram 13-cü testimizə. Biz bilirik ki, nephew kişi cinsi bildirən isimdir. Kişi cinsi bildirdiyi üçün də himself verməliyik. Nephew qardaş oğlu, bacı oğlu deməkdir. Onun üçün də C bəndi düzgündür. Baxıram 14-cü testimizə. Əgər cümləmiz bu qaydada başlayıbdırsa, düşünməyin ki, burada verindən sonra sual cümləsi kimi davam etməliyim. Xeyr, yadımızda saxlamalıyıq ki, ortadan sual olmaz. Yəni bu deməkdir ki, ortadan köməkçi feil əvvələ keçməməlidir. Ona görə də köməkçi feillərimizi ələdim əvvələ keçəndə. Cümləmiz testlik cümləsinin sırası necədirsə, eyni qaydada davam etməlidir. Yəni baxıram, və ilə də have has işlənmədiyi üçün düzgün cavabımız oldu, D bəndi.